Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binəqə qəsəbəsində Savxoz arasında Məxmərdən düz gəldiniz. Qaraquz restoranı keçən kimi sağ tərəfdə değerli dostlar sizin üçün 3 sot yarımda özünə məxsus şəxsi evin çəkilişinə gəlmişik. Evimiz təbii ki belə bir 2 otağı yuxarıda azıq, bir otaq da aşağıda, belə deyim də, yəni 2 mərtəbəlidir. Çıxıntılı qoyulub ki, yəni artırmaq üçün. İndi imkanları belə çəkibdir, yəni bu kadar imkanlar olub ki, belə ev tikiblər. Değerli dostlar, amma bugün gündə torpaq qiymətinə deyilir bura. Hal-hazırda da həyətimiz bağlı bağçalıdır. Gördüğünüz kimi qəşəng. Qiymət də değerli dostlar 30 bin. İndi orada indirim olar olmaz. Gəlib ev yəsi ilə inşallah özünüz danışacaqsınız. Gördüğünüz kimi bağ bahçesi burada. Böyle bir obyekti de var bu hissede. Gösterərəm sizin üçün. Həyətə baxır. Yəni obyekti oradadır. Yəni orada göz. Həyətdə də maşın girir, darvazası da ki göz. Qazı işığı var değerli dostlar, interneti de var. İnterneti. Burada da hamamımız, ayak yolumuzdur gördüğünüz kimi. Bu ayak yoludur. Burası da hamamıdır. Hamamıdır burada değerli dostlar. Burada alt mertebede bir tane belə bir mətbəx kimi otaqdır. Burada da bir tane belə bir yataq otağıdır, geniş. Qalxarım ikinci mərtəbəyə. İkinci mərtəbəyə də qalxarım. Değerli dostlar, buradan da göstərib balkon kimi, yəni otaq artıra bilərsiniz. Burada bir tane belə bir geniş otaq var. Bir tane de burada böyle hazır otağı var değerli dostlar. Qiymət dediğim kimi 30 bin. Allah alandı satanda xeyir versin. Sağ olun, var olun.